Qalmaqallı açıqlamaları, çılpaq pozları, eləcə də sosial mediada tənqid hədəfinə tuş gələn Səmra Hüseynova bu dəfə də sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Belə ki, Miss Azərbaycan 2019-un qalibi Səmra Hüseynova bu dəfə kişiləri tənqid hədəfinə alıb. Gündəm Xəbər Milli Aza istinadən xəbər verir ki, model sosial media hesabında təmizliyinə riayət eləməyən bəyləri tənqid edib. Səmranı idman zalında məşq eləyən kişilərin xoşa gəlməz tər qoxusu sözün əsl mənasında narahat edib. O da bununla bağlı sosial mediadan həm çağırış, həm də tənqid paylaşımı eləyib. Kişilərin çoxu 500 manat ödəyib idman zalına gəlirlər, amma 100 manatlıq ətir alıb istifadə eləmirlər. İy verə-verə idman zalında gəzirlər. Sonra da deyirlər ki, Səmra ərə get deyə Miss Azərbaycan modeli paylaşımında bildirib.